Ötən gün 4 saylı məktəbdə apardığımız monitoring prosesi bir sıra müsbət nəticələrlə tamamlandı. Öncəki çəkilişimizdə məktəb direktoru tərəfindən yaranan anlaşılmazlıq bizə qarşı səhv anlaşılan bir qarşılama ilə nəticələnmişdi. Direktorun bu anlaşılmazlığı aradan qaldırma ehtiyacını da vurğuladığını bildirmək istəyirik. O, həmçinin məktəbdə çəkiliş üçün icazənin verilmədiyini də qeyd etmişdi. Lakin bu dəfə monitoring prosesi uğurla həyata keçirildi. Çəkilişimiz baş tutdu və məktəbin sanitariya vəziyyəti ilə bağlı müsbət təsəvvürlər əldə etdik. Məktəbdə görülən işlərin, təmizlik və səlqənin müsbət təsirini gördük. Bu da şagirdlərin və müəllimlərin iş mühitinə olan münasibətini ortaya qoydu. Monitoring zamanı məktəbin koridorları və digər sahələrində yüksək standartlara uyğun olduğu təsdiqləndi. Təmiz və səliqəli mühit şagirdlərin rahatlığı bir şəkildə təhsil almalarına imkan tanıyır. Eyni zamanda müəllimlərin və şagirdlərin iş mühiti barədə verdikləri müsbət rəylər məktəbin ümumi atmosferini əks etdirir. Nəticə etibarilə 4 saylı məktəbdəki monitoring prosesi yalnız fiziki şəraitin yoxlanılması ilə məhdudlaşmır. Eyni zamanda məktəbin icması arasındakı əlaqələrin inkişafına da xidmət edir. İndi izləyicilərimizə məktəb direktorunun bizə təqdim edəcəyi qısa reportajı dinləmək imkanını təqdim edirik. Gəlin onun fikirlərini və məktəb həyatına dair müşahidələrini dinləyək. Zəhmət olmasa özünüzü təqdim edin və fəaliyyətiniz haqqında qısa məlumat verin. Nazlı Bayram Mirqasımoğlu, Azərbaycan Şərqi Matematik məktəbi direktoru. Hörmətli Bayram müəllim, 4 saylı məktəbin fəaliyyətinə dair izləyicilərimiz üçün nəyə diqqətə çatdırmaq istərdiniz? Məktəbin özəllikləri, nailiyyətləri və gələcək planları haqqında nələr danışa bilərsiniz? Məktəbimiz rayon üzrə müntəsib məktəblər arasında çox yüksək nəticəli məktəblərdən biridir. Bu il keçirilən Dövlətin Tam Buraxılış Mərkəzi tərəfindən keçmiş imtahanda rayon üzrə nəticələrdən yüksək nəticə göstərib və rayon üzrə 3-cü yerə çıxmışdı məktəbimiz. Uşaqlarımızı buna görə təbrik edirik. 11-ci siniflərimiz yüksək nailiyyətdir. Respublika Fənn Olimpiyadasında bir nəfərimiz 90 bal göstərərək rayon turunda 1-ci yerə çıxmış. Sonra Türkçə keçəkli Türk dövlətlərinin inteqrasiyası adlı olimpiyadada 3-cü yer qazanmış. Zəkaların mübadiləsi olimpiyadasında isə şahmat üzrə Qarabağ regionalda 1-ci yerə çıxaraq Respublika turuna çıxmışlar. Bayram müəllim, məktəbdə çalışan müəllimələr haqqında nə deyə bilərsiniz? Onların peşəkar inkişafı, tədris metodları və şagirdlərə olan yanaşmaları barədə fikirlərinizi bölüşə bilərsinizmi? Müəllimlərimiz əsasən gənc kadrlardan təşkil olunur. Yüksək nailiyyətli müəllimlərdir. Sertifikasiya imtahanından 50+ toplamış bir çox müəllimimiz var. Onların içərisində əsasən riyaziyyat, ingilis və Azərbaycan müəllimləri daha fəal seçirlər. Onların fəallığı nəticəsində hal-hazırda məktəbimiz rayon üzrə dediyim kimi 3-cü yerdədir. Yəni ibtidai sinif müəllimlərimiz də o qaydada hər biri yüksək ballı müəllimlərdir və tədris demək olar ki, çox əla vəziyyətdədir. Məktəbin həyətindəki gözəl güllər və yaşıllıqlar mühitə canlılıq qatmaqla yanaşı, şagirdlərə təbiəti sevməyə və ona qarşı məsuliyyətli olmağa təşviq edir. Təmiz və səliqəli bir mühit uşaqların ətraf mühitə olan sevgisini artırır. Eyni zamanda məktəbin estetik görünüşünü də ön plana çıxarır. Kanal 8Z xəbər Aygün Qərib qızı Ağcabədi.